Kürək qardaş, bu da sizin çaxır için. Aç olmaz vacı. Əziyyət də çəkirsiniz, böyle çağırmışsınız, qonaq çağırmışsınız, əziyyət çəkirsiniz. Valla bu səhərdən bu vişnə soku, çuğundur soku, vişnə soku, nar soku zıpırsınız. Bunu bəlkə o anekdotlar kimi, buna bəlkə bir iki kartoş qatasar. Ümid eləyirəm, qanınız da sizin kimi şit deyil. Nətər bacı? Sabahınız qanlı olsun, Nətərsən mama. Oğlum, elə gözünü yeməyin üstünü açdın. Bacı, bu uşaq ne tabutdan çıxdı? Mənim oğlum yatanda ölü kimi yatır. Ona görə də belə kravatını belə bəzəmişik. Deyirəm, gəl bir yerdə yemək yeyək, sonra süfrəni yığışdıraq. Mən yedim, doydum. Mən yedim, mən yavaş gedim. Ay, mən yedim. Sən yedin, doydun. Ay, mama, Görürəm. Səydi, pəncərədən tullandı. Ay mama, ne yenirsən, sən? Sən nə fərasətsiz oğlansan, hə? Gül kimi yemək tapmışdıq, yeməyimizi atılladın. Mən deyirəm ki, mən şiddətə qarşıyam. Mən istəmirəm insanların qanını vəhşi kimi içək. Bəlkə normal soruşsaydıq ki, olar sizin qanınızı içək, deyəcəkdi, hə? Oğlum, sənin 400 yaşın var, bu uşaq fikirləri atla beynindən. Arım, qanım, pətəyim. Yenə sən içəcəyim. Bilsəm ki, öləcəyim. Yenə sən içəcəyim. Vaqif, yenə hansı olkaşın qanını içib gəlmirsən? Hardan bildin? Bütün ev bir ribə spirtisi. Azolar tutmaq asatda qaçanmırlar ki, əlini atdın, tutdun, qanını sümürdün, buraxdın. Hayf döldü bizim vaxtlar. Əvvəllər adamların üzünə baxırdın, qan damırdı adamların belə üzündən. Amma indiki adamların qanı yoxdur. İndiki adamlardan qan çəkəndə elə bir 07-dən benzin dağıtırsan. Sömürsən gəlmir. Ay ata, sən keçmişdə qalmısan. İndi humanizm dövrüdür. İndi insanlar da normalda xoşluqla qanını istəmək olar. Özü sən bizi biabır eləmişsən. Bəyək içmişdi aşağıda kişi ki, ay ana, mən niyə vampir doğdun? Ay ana, mən niyə vampir doğdun, ay ana? Mən idim da o. Hə, sən idin. Mən ona görə də fikirləşirəm ki, humanist olmaq lazımdır ata. Qutar, nə humanisti, indiki zamanada heç adamlar bir-birinə işi düşməsə salam vermirlər. Kimdir bizə gedib öz xoşluğundan qan verən? Ata, deyirəm ki, normal kostyumumuzu geyinək, qəşəng əlimizdə belə sənət sünət, gedək qapıları döyək, su filtri satanlar kimi. Deyək ki, salam, necəsiz? Olar sizin qanınızı içək? Belə rahat deyək, bəlkə dedilər, hə, olar ki, keçin öbür otağa qan... Biz də gedək olar kimi cəmatı bezdirək. Gedək cəmatın qanını içək. Kimdir öz xoşluğundan qan verən? İlki zamanda adam bir-birinə salam vermir. Ona görə də bizi, bax, sizin kimi vəhşiliyə görə bizi kinoda vəhşi kimi göstərirlər. Gül kimi adamlarıq biz. Sən ölsən düzəlmədin də. Bu dəqiqə ta dişimin dibindən çıxan deyəcəm ha. Vaqif, dişin bir ana. Düşü verəmi? Bomucun boynunda getdi. Ata, o köməksiz bomucdan nə istəyirdin? Köməkli bomuc olur. Elə bu kömək olmur deyə bu bomuc olur da, ha? Mən ağadım, özdə getdin oxşadın dayva, fərasətsiz dayva. Dayva Fadıq Qan Bankında işə düzəldi, heç oradan içinti eləyənmədi. İçənmədi qanzat. Düz elir də, mən də onun kimiyəm. Mən şiddətə qarşıyam. Məncə insanlardan biz normalda da onları vəhşilik eləmədən də onların qanını içə bilərik. Siz pissiz, siz insanları bizi biabır eləyirsiniz. Qutar, bəzi insanlar var ki, bizdən daha çox qan içəndir. Sən doğulanda mənim qabağıma gələn həkimlər bilsən nə qədər qanım içdi mənim. O gəldi ki, pul ver, bu gəldi ki, pul ver. Belə şey olar, belə haqsızlıq olar. Ya orada deyir ki, şeydir, nə bilim, haqsızlıq elədi, şey elədi. Mən də getdim olan qanını içdim, şot olduq. Hələ bir insan var idi, mən ondan bir şərkinə bir obyekt açdım. İnanırsan ki, o qədər yerdən gəldilər, o qədər yerdən gəlib qanımı içdilər ki, axırda məcbur qalıb obyekti bağladım. Onlardan da raşotolarında qanı içərdin onlarla. İçdi mi? Amma raşot olanmadım ha. Onlar məndən daha çox içdilər mənim qanımı. Məcbur qalıb obyekti bağladım. Mən sizin kimi olmaq istəmirəm. Mən gedəcəm, öz dişimin üstündə dayanacam.
bizdən olub biz oxşamayan. Gedəcəm insanları deyəcəm xoşluqla mənə qan verəcəklər. Всё. Ne işin var? Bax uşaqla çıxdı, getdin də avara kruqa qoşulacaq. Ondan sonra da gedəcək onların qarnı içəcək, dişimdə düşür tanışır. Neyse, içəcək onların qarnını, sonra qarnın arasına düşəcək. Mən gedim uşağımın dalından. Bunların gelməyinə zadına baxın. Sizin taylarınız yarası olub göydə açır. Bunlara bax, bunların getməyinə bax. Bu nədir? Bir aydır çöllərdəyəm. Bir dənə qan içəməmişəm ya. Atam düz deyirmiş ya, qansız qaldım ya. Dişim çıxıb ya qansızlıqdan. Bir dənə adam olsaydı bu qanını içərdim ya. Keçən dəfə də getdim, asan könüllülərdən qan istədim, onlar da vermədi. Salam aleyküm. Kənan Yusifov deyilsiniz siz. Sizin videolarınızı izləyirəm. Sağ ol, çox sağ ol. Şeydir, çox üzr istəyirəm. Mənə dilənçi deyiləm. Mənə biraz qan verə bilərsiniz. Qaqa, mən də kartdadır. Get üzünü yu, hə. O boyda aktyordu, məndən mırtdaşdı getdi. Qansız qaldım ya, mən neyniyəcəm ya? Salam qardaş, necəsən? Mən özüm ailə təhsilli vampirəm. Zəhmət olmasa mənə icazə verərdiniz sizin qanınızdan içeyim. Əmi, açığı məndə 4-cü qrupdur. Özümkilərdən başqa heç kimə verə bilmərəm. Həm də anam icazə vermir. Bir dəqiqə deyən. Səndə həmişə 4-cü qrup olub? Yox, 3-ə hazırlaşırdım, balım 4-ə düşdü. Bəli, anam icazə vermir deyəndə gördüm sənə başın çatmır. Ağzına gələn danışma, ha. Bu yaşa gəlib çatmışsam, bu nə şit tarifatlardır? Bir dənə kamera elə. Kamera ya? Gizli kamera var, haradadır? Yoxdur. Sən, bunun qanını içməsəm yaxşıdır, bu nədir? Vay nənə. Deyir, Mabedə bilmirəm, Moskviçə minmirəm, Zim qapıya gəlməsə, o oğlana getmərəm. Hardasan ay cavanlıq, hardasan, Salam ay nənə. Sən daha yaşadığını yaşamısan, ver də biraz qanından için, nə olar? Qoca nənəyəm, nənəyə hörmət elə bir 10 manat. İç nə qədər içirsən, halal xoşun olsun. İnsanlıq qalmıyor ya. Ala nənə 10 manat. Olar indi içim. Hə, iç. Nənə narahat olma, turbuska nazatdan içəcəm, hiç bir şey olmaz. Hə. Ver, əlini ver. 10 manatdır da nənə yoxluyursan, ona bak. Baxıram da. Hani damar var burada, hani. Bax da. Hani buradan qan gəlmir axı. Patsosta, patsosta. Qoca adamam da, quruyub damarlar. Bax, gör nə inirsən. Burada dişim itdi ağzımdadır. Bu nədir? Buradan qan gəlmir. Qanın yoxdur ki sənin. Ay bala, pensioner adamam, pensiya ilə dolanıram. Nə yeyirəm ki, nə də qanım olsun. Nə içmirsən, halal xoşun olsun. Nə içdin, Mabedə bilmirəm, Moskviçə minmirəm, Zim qapıya gəlməz. Bir dənə düzəməli adam da yoxdur, qan lisəyi. Bir dənə adam orada yıxıb deyir, qan içərdim. Mən orada atam olarım ya mən. Yox, normal. Normal soruşacağım, xahiş eləyəcəm, qan götürəcəm. Necə mədənli qız oxşuyur. Yala, nədir? Nə baxırsan? Gözündən gidiyə məni. Öldəyə mənim üçün rəyə getdi burada. Bax elə şeylər deyil. Bir saniyə baxdım, nə olur? Gözüylə apardı məni dağüstü parka. Diz çöktü, evlilik təklif elədi. Dedim tez onun nişan üzüyünü çıxart, evlilik təklif elə mənə. Üstümdə üzük yoxdur. Dedim narahat olma, məndə üzük var. Allah bizi xoşbəxt eləsin. Mən gözümlə nə çizgi şeylər elədim, ya. Yox, mən heç nə eləmədim, ay xanım, bir dəqiqə dayanın.
Mən sizə təklifim var. Təklif elədin, hə deyirəm. Hə. Ay, nə deyirsən, nə hə. Evlənmə təklifinə hə deyirəm. 48 yaşım var ya mənim. İndiyə qədər yox deyə gəlmişəm. Bundan sonra da hədiyyə deyə gedəcəm. Bir dəqiqə dayan görüm. Ay xanım, mən sizə evlənmə təklif eləmirəm. Mən sizə başqa şey təklif edirəm. Evlənmə yox, başqa şey təklif edirəm sizə, başqa şey. Başqa şey? Əclab, əxlaqsız. Bu nə idi? Bu nədir? Tüpürə də bilmirsən. 48 yaşına orada gəl. Tüpürür elə, tüpürmədən deyəm. Ay xanım, yox, mən sizin qanınızı içmək istəyirəm. Verin də qanınızı içim, nə olar, ver də. Qanım içmək istəyirsən? Hə, o sevindi ha bu. Evlənmədən olmaz. Gəl evlənək, sonra bir-birimizin qanını içərik. O nətər olur? Nətər olur? Evlənəndən sonra sənin dostlarınla çölə çıxmağa qoymayacam. Evə gec gəlməyə qoymayacam. Ananla yola getməyəcəm. Bacın saçın başını yolacam. Üstündə tük axtaracam. WhatsAppda mesaj axtaracam. Belə-belə qanını içəcəm sənin. Xanım, siz də vampirsiz? Yox. Mən arvadam. Gördülər elə. Arvad daha qorxuluymuş, Yox, xanım, bir damcı qanını içəcəm də. Nə olar, beləcə bir şey içim, nə olar, özümə gəlim də, qan şəkərim düşüb, nə olar? Bir damcı verin də. Sən. Ölərsən də. Düşüm düşdü, gələcəm. Ölərsən bir damcı qan versən. Dəli sənsən. Sonra da parkda görüb desinlər ki, Hikmətin qızı parkda oğlana qan çizirir. Vay, qulağa çox pis səslənir, düz deyirsən. Ağarım, qana görə evləneyim, Bu nə deyə, qan axtarırdım. İstəyirdim bir damcı qan içib, indi ərə evlənirəm. Hə, gedək səni evdəkilərlə tanış edik. Yaxşı, gedək. O tərəfdən gedək, bu tərəfdən. Hardan istəyən aparda da. Gəl buradan gedək. Yolun sonunuz da pisdir. Ana, ata, mən ərə gedirəm. Buna da. Sən evə oğlan yatırmısan kızım. Hə. Axır ki, yuppi! Parti başlasın. Fuarı ölümsüzləşdirmək lazımdır. Fotoğraf. Gəl bir şəkli çəkdirək. Gəl az. Yaxın durun. Sık. Çıraqcan budur. Seni de bilirsin. Ağırsa. 12 dənə çıxaldı o şəkildən. Yanmışdıq verəcəm hamıya. Vay, bu nə yoxluqda kişi, nə olur? Bayram gəldi evə. Bala, xoşbəxt olun. Bir yastıqda qocalın. Mama, ölümsüzləşdirəcəm deyəndə səni demirdim, anı deyirdim. Sən nətər gəldin, sən ölməmişdin mama. Ay, siz bilirdiniz ki, mən gözü açıq getmişdim. O bircəcik nəvəmin toyunu görməmişdim də. Daha ücə evlənibdi, heç zat. Mən gedə bilərəm. Sağ ol nənə. Qaşa qarıyın. Səndən bir tərəfdən gəlibsən. Ana, arzuma çatdım ana. Qızı verirəm. İkinci dəfə öləcəkdi. Bu nə ailədir? Bu nə də nənəsi dirilib gəldi o kişi. Oğlum! Vaxt itirmək lazım deyil. Qızımı verdim sənə, getdi. Oy, arvad! Bu evin bir kişisiz var ya, yoxdur? Yoxdur. Yox, deyil. Yaxşı söhbət eləyəcəkdim, yox dedim. Özüm verdim, getdi, kürəkən. Öpərəm səni. Xoşbəxt. Bələməli kişisiz, belə sözün ərisiz. Sağ ol, sən arada taxta zat gəmir, dişin uzanır, kürəkən. Nədir belə? Qan içmirəm, ona görədir. Qan içmirəm, nədir o? Heç nə, nədir? Bu nə ailədir ya? Siz nətər bir ailəsiniz? Qızım, heç desən, mən səni onsla verdim, getdi. Amma mən yenə də bir səndə məhlədə mən bambulu kimi talirlər, amma Yaxşı da. palit eləyənmərəm də, ona biraz bazboyutlu görünməliyəm, suallar verəcəm. Bala, Hə, gəl bir iki kişi kimi söhbət eləyək, dədə bala. bir kişi kimi deyək, hə. Kimlərdənsən? Qan sənlərdənəm. Rəsmədə işləyir. Hə. Yaxşı yer elişmişsən qızım. Yaşın neçədir bala? Riski baxma, qorxuram. Yaşın neçədir? 400-ün içindəyəm. Haqqı mənim kiçəndir, 400-ün içindəyəm, nədir qızım? Yox, mən içmirəm. Mən içməyə qarşıyım, atam anam məcburi çizdirir. Boy, mən görmüşəm uşaq çöldə pozulub, sənin evdə pozurlar ki, bala. Yox.
Qızım olsa vermişəm səni. Posta bunu mən sıxışdırmalıyam yaxşı. Mənim gözümün ağı qarası bir qızım var. Eşitirsən, mən onu verirəmsə, gərək mənim qızım adlı yaşasın. Sən atanla, ananla bir evdə yaşayamayacaq. Düz deyirsən, mənim anamla bir evdə yaşayanmaz. Anam bunun qanı içər. Qızım, sənin qaynanan deyəsən yaman həyasızdır ya. İpini boş buraxma. Qızım üçün aşağısı 10 minlik qızıl istəyirik. Maşın alırsan, qıza da bir dənə bahalı maşın, özünə də, mənə də, arvada da bahalı maşın istəyirik. Toyu bahalı restoranda eləyirsin. Stolun qiyməti aşağısı 200 manat. Süfrədə bahalı içkilər, sushi olmasa mən o toya girmirəm. Gəlmə. Balayında Maldivə aparırsan qızımı. Ondan sonra da hər il Avropa turuna çıxarsınız. Qardaş oğlumu da yanında yaxşı bir vəzifə verirsən, işə düzəldirsən. Dəlisiniz siz. Mən nə alıram ki, mən bu qədər xərcim çıxır? Ha, mənim qızım 48 ilin torpağa bastırılmış çəlləyidir. Elə belə şey almırsan, Reza. Bilsən nə qiymətlidir mənim qızım? O qədər mənim pulum yoxdur. Mən dəlisiniz. Mən bizim pulumuz haradandır? Mən o qədər şey eləyənmərəm. Nətər yəni o qədər pulum yoxdur? Demədin vəzifədəyəm. Ha vaxt dedim mən elə söz. Ha, demədin qan içirəm, nətər yəni? Nə olsun qan içirəm? Qan içirəm o mənada deməmişəm mən. Nə mənada demişsən? Mən demək istəyirdim ki, nə oldu yenə bu gəldin, nə içəksən? Nə oldu bə? Nə oldu? Mən şəkillərimizi çəkdim. Ha. Qardaş şəkillərdə düşməyib. Necə yəni düşməyib? Bax. Boşluqdur. Şəkillərdə düşmür qardaş. Mən düşmürəm də şəkillərdə. Mən heç güzgüdə də görsənmirəm. Niyə? Niyə? Vampirəm mən çünki ona görə. Vampirsən? Nə, görmürsən vampirəm, belə adam olur. Aynadır ha. Mənim vampirə verəsi qızım zadım yoxdur. Niyə? Ona görə ki, sən vampirsən, işin zadın bəlli deyil. Daimidir bu iş. Daimidir. Mən nə bilim, sən gecə gəldin, mən boğazımdan gəmirməyəsən, arvadın boğazından gəmirməyəsən. Özdə dişlədim, biz ölümsüz olacaq da, elə deyil. Sən istəyirsən sonsuza qədər mən arvadın üzün görüm. Yazığın gəlmir mi ha? Yazığım gəlir, düz deyirsən. Arvadın üzünü çox görməsin. Başı sən də, bu ailə bir-birini ümumiyyətlə görməsə çox yaxşı olar. Manyaksız siz. Vampir ailə vermərəm, siz nə qorxulusunuz, siz nə bilməz. Siz çox qorxulu məxluqlar. Nə qorxulu məxluq, Bəs məni sevirdin? Nə bir saniyə sən nətər sevim, 2 saniyə içində gətdi, soxdu mən evə. Cəmaatı güldürdün bizə. Mən belə baxıram ki, vampir məndə öləmi, vampir sizsiz. Bir damcı bu qızdan qan içəcəkdim, gətirdi məni evə evləndirməyə. Siz də mən, nə bilim, qırqızıl istəyirəm, nə bilim, balayını apar. Qardaşım oğlunu işə düzəlt. Nə olub bu 200 manatlıq sushi olmasa, sushi yiyən oxşamırsan sən. Mənə vampir deyirsiniz, vampir elə sizsiz. Sərdən mənim qanım içmisiniz, Ayıb deyə bu nə istəklərdir? Mənim atam elə düz deyirmiş. Siz elə adamlar, sizin qanınızı içmək lazımdır. Ata kimi deyil abi, sən mənim qızımı alırdın ki, onun qanını içəsən. Almırdım, qanını ona görə alır. Cəm eləyək də, sən yenə də mənim qızımı al, mənim kövəşənim ol. Səncə düzəldim ya qaz idarəsinə, ya işıq idarəsinə. 1500-dən şot çıxır sırı cəmaata, 3 də qanların. Bizdən onların çox qanı içdim, onlar öldülər. Ölmək nədir? Ölməkdən betər eləyəsən, nə olar? Onda mən zəng edirəm, atamla anam gəlsin. Tanışdığa? Yox, qonaqlığa. Nə qonaqlığı? Qan qonaqlığı. Sən istəmədin. Buna bax sən.